Azərbaycan Dövlət Dəniz Akademiyası 2026-2027-ci tədris ili üçün təkrar ali təhsil almaq istəyən şəxslərə sənəd qəbulu elan edib. Qəbul prosesi qiyabi formada və ödənişli əsaslarla həyata keçiriləcək. Təkrar ali təhsil almaq istəyənlər dəniz naviqasiyası mühəndisliyi və gəmi energetik qurğularının istismarı mühəndisliyi üzrə müraciət edə bilərlər. Sənəd qəbulu elektron qaydada Portal Edvaz platforması vasitəsilə aparılır. Namizədlər tələb olunan sənədləri sistem üzərindən təqdim etməli, müəyyən edilmiş şərtlərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanacaqlar. Qəbul prosesi 2026-cı il iyunun 9-dan avqustun 24-nə davam edəcək. Portalda qeydiyyatdan keçən şəxslər daha sonra Azərbaycan Dövlət Dəniz Akademiyasına müsahibəyə dəvət olunacaqlar. Müsahibə mərhələsində namizədlər rektorun adına ərizə, ali təhsil haqqında sənədin, diplom və diploma əlavənin notarial qaydada təsdiqlənmiş surətini, işləyən şəxslər üçün iş yerindən arayışı, 3-4 ölçüdə 6 ədəd foto şəkli, şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışı və yaşayış yerindən arayışı təqdim etməlidirlər. Akademiyada təhsil haqqı illik 3800 manat təşkil edir. Tələbələr təhsil müddətində nəzəri diplomla yanaşı, işçi diplomu, dənizçinin qeyd kitabçası, dənizçinin şəxsiyyət sənədi və müvafiq sertifikatlarla da təmin olunacaqlar. Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları Azərbaycan Respublikasında qüvvədə olan qaydalara uyğun şəkildə tanındıqdan sonra akademiyaya təkrar ali təhsil üçün müraciət edə bilərlər. Bundan əlavə, təkrar ali təhsilə sənəd verən şəxslərin baza təhsil məlumatları tələbə məzun dövlət elektron məlumat sistemində əks olunmalıdır.